Azərbaycanın əziz dostu olan Şahzadə Andrew həbs olunub. Keçmiş Şahzadə vəzifədə olarkən qanun pozuntuları etməkdə şübhəli bilinir. Andrew-nu həbs edən detektivlər Amerikada Jeffrey Epstein'in elektron məktublarının yayılmasından sonra keçmiş Şahzadənin Böyük Britaniyanın xüsusi ticarət nümayəndəsi olduğu 2001-2011-ci illərdəki davranışlarını araşdırırlar. Maraqlıdır ki, Andrew hələ Şahzadə və xüsusi ticarət nümayəndəsi olduğu 2005-2011-ci illərdə Azərbaycana bir neçə dəfə səfər edib. Britaniya mediası yazır ki, onun Azərbaycan prezidenti İlham Əliyevlə yaxın əlaqələri olub və yerli mediada əziz qonaq kimi təsvir olunub. Andrew-nun Azərbaycan səfərləri Britaniya mediasında tənqidlərə səbəb olub. Son aylarda Andrew-nun adı ABŞ-da seksual cinayətlərə görə məhkum olunmuş və siyasi skandala səbəb olan milyarder Jeffrey Epstein-ilə əlaqələrinə görə tez-tez hallanır. Britaniya kralı 3-cü Charles keçən il oktyabr ayında qardaşı Andrew-nu Şahzadə titulundan məhrum edib. Andrew-nun həbsindən sonra isə Kral Charles deyib ki, bu işdə polisə tam dəstək verəcək və səmimi əməkdaşlıq edəcək.